Salam əziz izləyicilərimiz, xoş gördük hər birinizi. Bugün yeni dərs videomuzla qarşınızdayıq. Bugünkü mövzumuz 2026-cı ildə yenilənmiş qərarlardan biri özəl sektorda dəyişilmiş əmək haqqı hesablanması ilə bağlı olacaq. Çoxsaylı suallar və müraciətləri nəzərə alaraq bugünkü mövzumuzu əmək haqqı hesablanması olaraq seçmişik. Yaxın oturun, başlayırıq. Özəl sektorda 2026-cı il üçün əmək haqqı hesablanmasında əgər sən mühasibsənsə bunu bilməlisən. Əgər sahibkarsansa bunu anlamalısan. Əgər yeni başlayırsansa bunu düzgün öyrənməlisən. Misallarda da, yəni təlimlərdə biz istifadə edərək bunu göstəririk, ancaq təlim keçmirik və misallara tətbiq edirik ki, tələbələr özləri də tətbiq etməyi öyrənsinlər. Çünki maliyyə mentoru təkcə nəzəriyyə ilə yox, praktika və nəticə ilə danışmalıdır. Düstur ilə tanış olaq. İlk öncə 2026-cı il özəl sektor üçün əmək haqqı hesablanmasında hansı dəyişikliklər olmuşdur? Bilirik ki, özəl müəssisələr üçün əmək haqqı hesablanmasında gəlir vergisində güzəştlər var idi və bu yenilənmə gəlir vergisi ilə bağlı olacaq. 2500 manata qədər əmək haqqıda 3% gəlir vergisi tətbiq olunur. Amma misalla göstərəcək ki, necə tətbiq olacaq? Təbii ki, yəni düsturu və müəyyən güzəşti olmuş olacaq. Əgər əmək haqqı 2500 manatdan 8000-ə qədərdirsə, 10% əmək haqqı olacaq. Amma burada 75 manat var ki, əmək haqqı 2500-dən yuxarı neçə olur olsun? Biz çıxacağıq 2500-ü. Çıxdığımız 2500-ün 3%-i 75 manat edir. Ondan yuxarı olan məbləğin isə 10%-i gəlir vergisinə aid ediləcək. Əgər əmək haqqı 8000 manatdan yuxarı olarsa, yuxarı hissənin 14%-i, 8000-ə qədər hissənin isə 625 manata tutulacaq. 625-i hardan aldıq sualı olsa, birinci və ikinci mərhələlərə əsasən əmək haqqı üzrə gəlir vergisi hesablanıb ümumi 619 manat edilmişdir. Orada yuvarlaqlaşdıraraq qanunla nəzərə alınaraq 625 bizim üçün tətbiq olunur ki, biz də onu hesablamalıyıq. Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən aylıq gəliri 2500 manata qədər olan işçilər üçün bayaq qeyd etdiyim kimi 200 manat hissə gəlir vergisindən azad olunur. Yanvar ayının 1-i 2026-cı ildən icbari tibbi sığortalarında da müəyyən dəyişikliklər edilmişdir. Əgər öncədən özəl, dövlət, işçi və müəssisə hesabına 8000-ə qədər 2% icbari tibbi sığorta tutulurdusa, ondan yuxarı 0,5% hesablanırdısa, artıq bu limit aşağı düşərək 2500 manata qədər 2%, ondan yuxarı hissənin isə 0,5%-i hesablanmış olacaq. İcbari tibbi sığorta da azaldılma, yəni müəyyən olunur gördüyünüz kimi. DSMF və işçi üçün işsizlikdən sığorta haqqı hesablanması hazırda qüvvədə olan qaydada davam etdirilir. Tanış olduqdan sonra artıq nümunə ilə baxaq ki, daha yaxından və daha asan şəkildə qavraya bilək. Deməli, nümunədə biz götürmüşük 800 manatdır, 2500-ə qədər fərqi yoxdur. Qeyd etdiyimiz vergi məcəlləsinə əsasən 200 manat güzəştdir, çıxırıq, 3% 24 manat gəlir vergisi. DSMF olduğu kimi qalacaq, 200 manat tutulur, 10% üstü 6 manat. İşsizlikdən sığorta haqqı və 2500-ə qədər icbari tibbi sığorta da olduğu kimi qalır. Sonda artıq biz bilirik ki, hər 4 vergini hesablayaraq cəmi tutulan vergini tapırıq, bu da 110 manat edir. Əmək haqqıdan cəmi tutulan vergini çıxaraq 690 manat maaşı hesablamış olduq. Əziz izləyicilərimiz, əmək haqqı hesablanması barədə bugünlük bu qədər. Əlavə suallarınız olarsa şərh bölməsində qeyd etməyi unutmayın. Növbəti dərs videolarında görüşərik. Hələlik.